Hocam içimde büyük kaygı var 19 yaş. Ne yapacak? Kaygı ne zamandır var? Neden sonra əsas şiddətləndi, çoxaldı? Hansı hadisələrdən sonra? Ə, Kaygının da yəni səbəbləri var da, düzdürmü? Həyatınızda nələr yaşanılır? Həyatınız kimlərdən ibarətdir? Nələr baş verir? Təhsil alırsınızmı, çalışırsınızmı, maddi durumla mı bağlıdır kaygılarınız, təşvişiniz, əsasən nə ilə bağlıdır? Yəni münasibətlərinizləmi? Yoxsa tutalım da adam var, təşvişi nəyə görədir? Ay başıma nə isə gələr, nə isə pis bir şey olar, nə bilim qəza olar, ölüm itim olar. Təşviş ümumidir. Lise bitince çalışmaya başlayınca başladı. Gələcəkdəki həyat, maddiyyat aslında aydındır. Ümumiyyətlə bir insan ki, əsas gələcəyi düşünür. Yəni düşünmək normaldır, gələcəyi düşünmək normaldır. Amma gələcəyi düşünəndə sən ancaq özünə belə qorxulu nələrsə danışırsansa öz zehnində, yəni ki, yəni ancaq çətinliklər gəlirsə gözünün qabağına. Bu sən ssenariləri fərqli-fərqli ver də özünə. Bildin necə? Ancaq qorxulunu sənin beynin sənə danışdı, izah elədi. Gördün ki, narahatsan da. Bu hər zaman düşüncə ilə bağlıdır da, onsuz da. Sən özünə fərqli bax, o nə ilə ki sən narahatsan, nə ilə bağlı, maddiyyatla bağlı, özünə qorxulu nələrsə deyirsən, çətinliklə. Onun yanında orta variantı da danış. Yəni daha gözəl variant danış. Sonra lap super gözəl bir variantları da danış. Hər bir variantı beyninə göstərdəndən sonra özünə də, psixikana onu göstərdikcə sən bu müəyyən qədər sənə rahatçılıq, yəni ki, əslində reallıq budur da. Ümumiyyətlə deyir, təşvişli insanlar nə ilə ki, ömür boyu təşvişlidirlər, nə ilə bağlı. O çox vaxt, bilirsiniz necə, 10%, 5% mümkündür gələcəkdə onun həqiqətən də baş verməsi. Yəni 95% ki, 90% ki, sizin o narahatçılığınız var, nə ilə ki, bağlı qorxularınız var. Onlar heç həyatda reallaşmır. Bildiniz necə? Yəni təşvişli insan anlayır da təşvişli olduğunu. Demək ki, sizdə ssenarilər hər zaman çox pis, qorxulu ssenarilər deyirsiniz. Yəni onu fərqli variantlarda özünüzə danışmağınız sizə nə qədər rahatçılıq gətirir. Yəni hər gün bunu eləməlisiniz. Hər gün, hər təşvişiniz artanda düşünürsünüz. Nə haqqında düşünürdüm mən indi? Onu cürəbəcür variantlarda ən pisdən ən gözələ qədər danışın. Bildiniz necə? Sizdə dixotomik düşüncə tərzidir. Yəni ki, dixotomik düşüncə necədir? Ağ-qara düşüncədir də. Yəni ki, gecə, gündüz. Yəni orta yoxdur. Bildiniz necə? Yəni ki, həyatı, dünya